Barış səsi. Cücələrin mahnısı əlbəttə ki, hər Azərbaycanlı ana, ata və uşağın əzbəridir. Cücələrim Charlie Chaplinin də ürəyin qazanmışdı. Elə ki, Azərbaycan hünərməndləri Fransada olarkən Charlie Chaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piyano arxasına keçib cücələrimi ifa edib. Və qonaqlara üz tutub deyib, demək siz bu melodinin vətənindənsiz. Səlamımı Azərbaycan sənətkarlarına yetirin. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibovaya cücələrimi dinlədir və ondan istəyir buna söz yazsın. Amma cücələrimin ulduzu onda parlamadı. 10 il sonra Cücələrin mahnısını Moskva festivalında balaca Suğra Baqirzadə ifa edib və dillərin əzbəri etmiş. Cücələrim türk dilinin mərzini aşmış və müxtəlif dillərə tərcümə olunmuş. Balaca Suğra Baqirzadə oxuyan cücələrimin animasyonu da çəkilmiş və dünyanı gəzərək Azərbaycan fərhəngini dünyaya tanıtdırmış. Barış səsinə səs olun.